Axşamınız xeyirli olsun millət. Deməli inşallah mən məzarlarda çox olmuşam. Bu məzar dəfələrlə mənim diqqətimi çəkib və indi gəldim baxdım gördüm ki, həqiqətən də baxımsız vəziyyətdədir və ürəyimdən keçdi gəldim ki, silib təmizləyim. Nəzərinizə çatdırım ki, inşallah mən belə məzarları silib təmizləməyi özümə borc kimi bilirəm. Allah ölənlərinizə rəhmət eləsin, yerləri cənnət olsun inşallah.